Sazımızla təllənək, Deyirlər budağın 5 milyon yaşı, sözümüzdə bəllənək. bu çayın 3 milyon yaşı tamamdır. Muğamımızla çiçəklənək, güllənək. Könül köksün. Gəl əl-ələ tutub gedək, gedək biz olmayan yerə, hər dərdi unudub gedək, dərdimiz olmayan yerə. Burada qoyaq özümüzü, bu qırışan üzümüzü, bu köhnələn sözümüzü, sözümüz olmayan yerə. Bir kimsə tutmasın xəbər, gəl çıxıb gedək bir təhər, bu ev, bu küçə, bu şəhər, bu dəniz olmayan yerə. Gəl əl-ələ tutub gedək, gedək biz olmayan yerə, hər dərdi unudub gedək, dərdimiz olmayan yerə, dərdimiz olmayan yerə. Gəl Fəzal miskinlik, əl-ələ tutub gedək, dərdimiz olmayan yerə. Orada dərdimiz yox, orada sazımız, orada özümüz, orada biz varıq. Buyursun Fəzal miskinlik. Axşamlarınız xeyir olsun.
olsun. Sazımıza belə can qoyan, belə sənətkar oğullarımız var olsun. Əməkdar mədəniyyət işçisi Fəzail Miskinlinin şərəfinə bir alqışlarınız gəlsin. Saza can qoymaq bu idi. Nizama bax, düzgüyə bax, gözün gözə salamı var. İnanmırsan güzgüyə bax, üzün üzə salamı var. Hərə bir cür üsul bildi, hər üsulda qüsur bildi. Allah dedi, Rəsul bildi, sözün sözə salamı var. Xatirimdə ocaq yanar, qorxaq ölər, qoçaq yanar. Alovlanıb, alovlanıb ocaq yanar. Közün közə salamı var. Akif ölər söz üstündə, muz bavalı öz üstündə. Qəbul edək göz üstündə. Kimin bizə salamı var, kimin bizə salamı var. 7 yanvar 2017-ci ilin, yeni ilin ilk 7-ci günündə saat 7 radələrində 7-dən 77-yə hər birinizi salamlayırıq, dəyərli qonaqlarımız. 7 rəqəmi tarixən çox sirli, sehirli bir rəqəm olub. 7 rəqəmi həm də müqəddəs bir rəqəm olub. Yunanlarda, Misirlilərdə 7 rəqəminin çox rəvayətləri var və bugün də biz həmin o 7 rəqəminin elə sirrində, tilsimindəyik. Əgər biz saz adlı, söz adlı ehrama ziyarətə gəlmişiksə, bu anınız, bu gününüz, bu məqamımız həm köhnə iliniz, həm yeni iliniz mübarək olsun dostlar. Yaşanan gün necə olursa olsun, gözlənilən gün daha maraqlı olur. Çünki keçmiş unutmaqlarla doludur, gələcək isə umutlarla doludur. Umutların ətəyindən tutub, gözəl bir sənətkarımızı, gözəl bir ifaçımızı, Aşıq Yurdunun, Aşıq Ocağının bir evladı Sayad Aydınoğlu. Buyurun. Gitme durnam bizim elden, gitme durnam bizim elden. Dön gel Allah'ı seversen, ayrılık ölümden beter. Dön gel Allah'ı seversen, ayrılık ölümden beter. Dön gel Allah'ı seversen. Gitme durnam, vuracaklar, kanadını kıracaklar. Seni yarsız koyacaklar. Gitme durnam, vuracaklar, kanadını kıracaklar. Seni yarsız koyacaklar.
İkrar verdim dönülür mü? İkrar verdim dönülür mü? Kalbi hain görülür mü? Yarsız devran sürülür mü? Dön gel Allah'ı seversen. Yarsız devran sürülür mü? Dön gel Allah'ı seversen. Gitme durnam vuracaklar, kanadını kıracaklar, seni yarsız koyacaklar. Gitme durnam vuracaklar, kanadını kıracaklar, seni yarsız koyacaklar. Gitme durnam vuracaklar, kanadını kıracaklar, seni yarsız koyacaklar. Gitme, gitme durnam, gitme. Gitme durnam vuracaklar, kanadını kıracaklar, seni yarsız koyacaklar. Gitme durnam vuracaklar, kanadını kıracaklar, seni yarsız koyacaklar. Gitme durnam vuracaklar, kanadını kıracaklar, seni yarsız koyacaklar. Qurban olum səni çəkən nəqqaşa. Getirdim dərsimi damağına gül gəz. Qüdrət qələm çalmış o qələm qaşa. Bənzər əbruların kamana gül gəz. Gəl verək əl-ələ, çıxaq bu bağa. Gül-gülə sarmaşır budaq-budağa. Üz-üzə dayanaq dodaq-dodağa. Ağ sinən sinəmə dayana gül gəz. Zəngini basın gül gəzin atdan. Sən məni qurtardın alovdan, oddan. Abbasın sevdiyi xabi qəflatdan. Silkinib çıxasan, silkinib çıxasan bu yana gül gəz. Silkinib çıxasan bu yana gül gəz. Sazımızın gül gəz pərisi Kəmalə xanım Qubadlı buyursun. Akşama yazımın olduğu kimi
Gedirəm, izim böyüyür. Susuram, sözüm böyüyür. Baxıram, gözüm böyüyür. Dünya mənə tanış gəlir. Bunun dağ daşı tanış, bunun yayı qışı tanış. Gözlərimin yaşı tanış. Dünya mənə tanış gəlir. Bir dəfə də gəlmişəmmi, görmüşəmmi, yaşamışam, ölmüşəmmi, dünya mənə tanış gəlir. Gedirəm, izim böyüyür, susuram, sözüm böyüyür. Baxıram, gözüm böyüyür, dünya mənə tanış gəlir, dünya mənə tanış gəlir. Bu məclisdə bir gözəl xanım da mənə tanış gəlir. Xalq Ulduzu yarışmasından çox gözəl tanıdığımız xanəndə İlahə İbadova buyursun. Eşkiden məhrum olan insanlığa biganədir. Sevgidir yalnız məhəbbətdir həyatın cövhəri. Bir könül ki eşq-i zövqə duymasa qəmxanədir. Ah, aman ay.
yüreğimi yaktın ay çiçek. Niye gülümseyip baktın ay geçek? Ah yüreğimi yaktın ay çiçek. Niye gülümseyip baktın ay geçek? Allah seni göyden yere yerdirip, güzeller gözeli ay şerabanı. Rəhbələr başına kemer qurçarsan, kıymayın ciməsin bel şerabanı. Rəhbələr başına kemer qurçarsan, kıymayın ciməsin bel şerabanı. Ay şerabanı yolram mən, ay şerabanı sevirəm mən. Çıx heyvana gedirəm mən, ay zalım qızı yolram mən. Ay şerabanı sevirəm mən, ay şerabanı sevirəm mən. Çıx heyvana gedirəm mən, ay zalım qızı ölürəm mən. Araba yüklənib gedirlər daha, inanmıram səni analar doğar. Hava dumanlıdır, qorxuram yağa, İstala üzündə xal şərabanı. Hava dumanlıdır, qorxuram yağa, İstala üzündə xal şərabanı. Ay şərabanı ölürəm mən, ay zalım qızı sevirəm mən. Çıx heyvana gedirəm mən, ay zalım qızı ölürəm mən. Ay şərabanı sevirəm mən, ay zalım qızı ölürəm mən. Çıx heyvana gedirəm mən, ay zalım qızı ölürəm mən. Ay zalım qızı ölürəm mən, ay şərabanı sevirəm mən. Çıx heyvana gedirəm mən, ay zalım qızı ölürəm mən. Ay şərabanı sevirəm mən, ay zalım qızı sevirəm mən. Çıx heyvana gəlirəm mən, ay zalım qızı ölürəm mən. Ay zalım qızı sevirəm mən. Nə baxırsan qanlı qanlı? Nə baxırsan qanlı qanlı? Uğuruma çıxan pəri, daha nə mən ev tikəsi, nə sən evlər yıxan pəri. Min eşqin səməndatına, çıx göyün 7 qatına. Üzüm ayağın altına, üzüm ayağın altına. Bihuşları qoxan pəri, bihuşları qoxan pəri. Alçaq dağda qar olamaz, var dediyin var olamaz. Səndən mənə, məndən də sənə yar olamaz. Şahzadə pəri, xan pəri, üzüm ayağın altına. Bihuşları qoxan pəri, bihuşları qoxan pəri. Sazımızın bir pərisi
Pamila Hanım Göyçəli buyursun alkışlarınızla. Bir gözələ vuruldum, dedim ona dəymə.
qocalmazdım dərdi qəmin əlinlə Qocalmazdım dərdi qəmin əlinlə Göz yaşımı silə-silə qocaldım Çərhü pərəyələ qatıb başımı Ay eller damla damla güle güle qocaldı Ay doğma gezdim yad kapısın döymədim Doğma gezdim yad kapısın döymədim Yaltaqlığın libasını giymədim Ana yurdun sevincine değmədim Ay balam Ana yurdun sevincine değmədim Kədərimi bölə bölə qoşaldım Arqaydan torələnib gözümə Dünyamım şiran düşüb üzümə Ay bax beləcə divan tutub özümə Qana qana bilə bilə qocaldım Əyləyim göz yaşımı silə silə qocaldım İncidirsen yarası var yüreğimin Ele bakma incidirsen yarası var yüreğimin Yar beni bakar mısın parası var yüreğimin Balalı balamsın Ay sensiz üzüm hiç gülmemiş Eynimin yaşın silmemiş Həsrətine hal düşmemiş Harası var yüreğimin Bu Vaqifin eşqiyir ki Ay bu Vaqifin eşqiyir ki Bircə sənsən qəlbindəki Səndən özgə kim deyər ki Ay səndən özgə kim deyər ki Çarası var ürəyimin Əmən, əmən, əmən Əmən aydən, ah aycan Gözüm
könül özlədiyini, quş yuvasını, gül gönçəsini, qul Mövlamını arzular hər zaman. Mövlam arzuladıqlarınızı qarşınıza çıxartsın. İnşallah. Sizin aranızda bir böyük Türk kişisi var. Türk ziyalısı var. Mən onu dəvət etmək üçün bir kəlmə bildiklərimdən ayaq vermək istədim. İmamlardan birinə bir gün bir qoca qadın gəlib sual verir ki, bunu bilirsənmi? İmam cavab verir ki, bilmirəm. Qoca qadın deyir ki, necə yəni bilmirəm? Sən dövlətdən para alırsan, bildiklərinə görə. İmam Səfai deyir ki, mən dövlətdən paranı bildiklərimə görə alıram. Bilmədiklərimə görə para alsam, bu dövlətin büdcəsində heç nə qalmaz. O baxımdan bütün sahələrimizi, mədəniyyətimizi, sazımızı, sözümüzü, incəsənətimizi, ədəbiyyatımızı, elmimizi, hətta tibb elminin özünü belə gözəl bilən və neçə dilləri bilən bir gözəl ziyalımız bu məclisdədir. Allah yar, Eyübov. Allah yar müəllim həm şairdir, həm aşıqdır, həm xanəndədir, həm həkimdir, həm filoloqdur, həm dilçidir, həm musiqiçidir. Yəni hər şeyi gözəl bilir. Fəqət mən sadaladıqlarımın hər biri ancaq onun hobbisidir. Onun bildikləri isə bayaq dediyim kimi nələri bilir, nələri bilmir. Özü bizim bu məclisə bir 5-3 kəlmə sözü ilə yəqin ki gözəllik verəcək, bir rəng qatacaq. Bizim də sizin ziyanınıza ehtiyacımız var. Ziyalı əfəndimiz, buyurun. Çox sağ ol, ay çiçək. Allah var eləsin sizi. Elə bir millətin, elə bir sahəsini yaşadırsan, elə bir sahəsini, elə bir dəyərini aparırsan, bu dəyər doğrudan da 1000 illərin o üzündən gəlir. Və bizim Azərbaycan türklərinin və yeganə yaşatdığı dəyərdir ki, o dəyəri əlimizdən ala bilmirlər. Hər şeyi aldılar. Kişi sözünü aldılar. Mənlik, mənəm-mənəmlik aldılar. Mübarizə qabiliyyətini əldən aldılar. Yurtlarımızı əldən aldılar. Yurtlar boşaldı. Deyir, ittifaqın dağılsın. İttifaqımızı dağıttılar. Amma sazımıza dəyənmədilər. Saza toxunanmadılar. Bunu nə Rus imperiyası başarmadı, nə Fars imperiyası başarmadı, nə də indi dünyanın globallaşma adı altında ayağının altına alan o tapanaqçılar başara bilmir. Çünki onun qarşısında Çiçək xanımın sazı dayanır, Çiçək xanımın sözü dayanır. Ona görə Çiçək xanım, siz bu millətin tarixinə düşdünüz. Bu mənim şəxsi fikrimdir. Çox sağ olun, bu hər kəsə qismət olmur. Bizim burada sazımızı yaşadan, sazımızı irəli aparan, sazımızı inkişaf elətdirən, öz barmaqları ilə, öz ruhu ilə ona yeniliklər gətirən və onun klassik sazımızı yaşadanlarımız bu məclislərdə var. Bir qismi hamısını alqışlayıram, var olsunlar. Sazımızı yaşadın. Saz bizim millətin, yenə deyirəm, bir də təkrar eləyirəm, alınmaz qalasıdır. Saz bizim Mosad təpəmizdir. Mosad təpəsi. Və Azərbaycanda bir qrup qeyrətli insan var. Gəlin bunu etiraf eləyək. Hər kəsin cəsarəti çatmır. Həqiqəti haqqı pozanın gözünün içinə deməyə. Bunu etiraf eləyək. Buna gücümüz çatsın, heç olmasa. Bizim o Mosad təpəsində var olub sona qədər mübarizə aparmağa and içən sazımızın sağlığına. Sağ olun, var olun.
Eşq olsun və Allahyar Evoğlu'nun şərəfinə alqışlar gəlsin. Təşəkkür edirik Allahyar müəllim. Minnətdarıq sizə. Allahyar müəllimin sözünün axarında deyək, saz türkün simvoludur. Saz türkün mənəvi dayağıdır. Saz, Məmməd İsmail deyirdi, türkün mənəviyyat açarıdır. Yəni, özünün quruluşundan deyirdi, açara oxşuyur. Bəli, Türk dünyasının, Türk mənəviyyatının açarı sazdır. Ona görə qara sazımızın başında sevdalıları cəm olur. Mən indi də sözü bir aşığımıza verəcəm. Değişmə 2 saz yarışmasının qalibi Qızıl Sazın mükafatçısı olub da Aşıq Şaiq. Yəni, ustadlar görmüş, ustadların dizinin dibində o məktəbi keçib gəlmiş ən ədəb-ərkanlı aşıqlarımızdandır. Ancaq Aşıq Şaiq, mən səninlə bərabər bir xanımı bura dəvət edəcəm. Şeirləri ilə, bax bu sazın ahəngində bölüşsün. Pəncərədən baxan dilbər, pəncərədən baxan dilbər, nə bizi beymanə eylərsən, məhlədəki cavanları bir-birə düşman eylərsən. Sən aynada, ayna səndə, sığallanar ayna zəndə, şüşə səndə, ayna səndə, sınıb nahaq qan eylərsən. Yerim var günah yerində, mənəm nişangah yerində, əyləşibsən şah yerində, eylə nə fərman eylərsən, eylə nə fərman eylərsən, məhlədəki cavanları bir-birə düşman eylərsən. Pəncərədən baxan dilbər, pəncərədən baxan dilbər, nə bizi beyman eylərsən, nə bizi beyman eylərsən. Pəncərədən baxan bir dilbər, xanım buyursun. Hər vaxtınız xeyir olsun, əziz dostlar. Mən əvvəla Çiçək xanıma minnətdaram, sazı sözü bir araya gətirdiyi üçün və Çiçək xanıma bu yolda dəstək olan şəxslərə də minnətdaram. Şirin xatirələr üşüdər məni, dağların qarı tək donaram sənsiz, tənhalıq içində qovrulan zaman, səndi günlərimi anaram sənsiz. Nədən mənim ilə giribsən qəsdə, boynumu vurmuşam yolunun üstə, sənin həsrətindən olmuşam xəstə, ot tutub alışıb yanaram sənsiz. Mənə dönük çıxıb ad eyləmisən, əğyarın könlünü şad eyləmisən, bitsən məni anıb yad eyləmisən, özümü bəxtəfər sanaram sənsiz. Şirin xatirələr üşüdər məni, dağların qarı tək donaram sənsiz, dağların qarı tək donaram sənsiz.
Bəli, Allah can sağlığı versin Məmməd İlqara. Sözlər böyük şairimiz Məmməd İlqarın sözləridir. Aşıq qardaş, çal qovuşum, o dağlara sarı teldə. Çal əriyib selə dönsün zirvələrin qarı teldə. Dünyanın vəfası, çəkilməz olur cəfası. Mənim dərdimin dəvası yarı səndə, yarı teldə. Vədə keçdi bir gələydin, qəlbimizi güldürəydin. Ya həsrəti öldürəydin, ya Məmməd İlqarı teldə. Var olun, canınız sağ olsun. Divarədir, bilirəm səndən ötəri. Sən görən divarədir.
xatirəyə dönər ya dönməz. İllərin izi var xatirələrdə. Keçən əyyamların, ötən günlərin dadı var, duzu var xatirələrdə. O zaman əkmişdim, indi biçirəm. Bir körpü salmışdım, indi keçirəm. Çörəkdir, yeyirəm, sudur, içirəm. Qismət var, ruzu var xatirələrdə. Baxdımı sınadım, atdığım zərlə. Nələrlə yaşadım Allah, nələrlə. Yenə qucaqlaşdım, yenə qucaqlaşdım xatirələrlə. Bir eşqin közü var xatirələrdə. Xəyala gələnlər nə dadlı gəlir. Xəyala nə gəlsə qanatlı gəlir. Baxıram arxadan bir atlı gəlir. Yolların tozu var xatirələrdə. Zəlimxan özü var xatirələrdə. Zəlimxan Yaqubun şərəfinə istəyirəm gəlsin alqışlarınız. Və Borçalı Aşıq Məktəbinin ən layiqli və gənc aşıqlarımızdan olan Ramin Qarayev buyursun. Sazı ilə, sözü ilə, Borçalı nəfəsi ilə, Borçalı havaları ilə. Kimsə səndən uzaq gəzərsən aman. Onun səbəbini üzündə yaxdar aman məzəzə. Bu geniş dünyadan oy dostum yoxdur sən aman. Bu geniş dünyadan ay balam, ay balam, ay balam, dostum yoxdur sən aman. Onun səbəbini özümdə yaxdar, özümdə yaxdar. Adilim imanım, mənim tərlanım, gətir dərmanım, boy qadağanım. Düşməsən də bir ürək əzməm aman. Körü düşməsən
her yazılan kitabı Kur'an değildir ama her yazılan işte vay bala vay canım Kur'an değildir ama vahri karanlık özünde yağlar sözünde yağlar adını mimarım benim tarlarım getir derman vay balayı. Bu yaxınlarda sosial şəbəkələrdə o dəftərə məni də yaz sözünün üstündə bir mübahisə gedirdi. Və mən Ramin'dən soruşdum, Ramin, söz kimindir? Dedi, söz də, musiqi də Aşıq Kəmandarındır. Mən xahiş edirəm, Aşıq Kəmandar yolunun davamçısı Ramin Qarayevdən həmin mahnını alaq, əgər mümkündürsə. O dəftərə məni də yaz. Mən də bir şəkil payladım. Bu oğlan dəftərinə bizi yazmır ki, yazmır. Axır ki tapdıq. Çox sağ olun Çiçək xanım. Həqiqətən də elə o cürdür. Mən çox üzr dilərim. Burada yox idim. Bəli, o dəftərə məni də yaz. Havasının adı Qurbanidir. Ustad özü söhbət edir ki, bir müsahibəsində deyir, Qurbanini dastanını 3 gün 3 gecə deyir, Təhlə elində danışırdım. Gördüm deyir, o məqama çatdı ki, orada bir boşluq var. Yəni dinləyicini yorur. Elə başlıq deyir, Pəri xanımın adıyla belə yazır ki, əldə qələm yazan oğlan o dəftərə məni də yaz. Sonra deyir, gördüm ki, artıq sözlər düzəlib, deyir, dedim, madəm ki, sözü gəlib, deyir, bunun havasını da bəstəliyim. Elə adını da qov Qurbani havası. Mən böyük məmnuniyyətlə onu sizin diqqətinizə və nəzərinizə çatdırıb, sizə uzun ömür, can sağlığı arzulayıram.